Yaxın familiyam bir səhv eləmişdi. Getdim əyadətinə. Əyləşdim, Allah səhət versin, Allah özü kömək eləsin. Həmin şey yağı üstə. Dedi, ağacan, bura bax, bilirsən mənim indi böyüklərin arzum nə mənədir? Deyim, böyüklərin arzu nə mənədir? Dedi, mənim böyüklərin arzum budur ki, day əhli əyalım mənim altıma qab gətirməsinlər. Bu öz ayaqlarımla duram gedəm, rəf-i hacət eləyəm. Əcəb. İnsan bir halətə qalar ki, sənlə mənim addi ruzmərrə işlərim ona böyüklərin arzu olar. Qərq olan neymətdə bilməz neyməti uzmanədir. Sahilə düşsə balıq, onda bilər dərya nədir. Elə həmin ki, bu ayağımız üstə gedirik, gəlirik. Heç kəs əlimizdən yapışmır. Rahat dolanırıq. Və vəllahil əzim, bunun özündən nə qədər şükrü var. Amma neynirsən? Qədimdən deyərlər, nəuzubillah, Allah bəndəsini razı salanmır. Cileylik deyir ha Quranda. Və qəlilun min ibadi şəkur. Nə azdır mənim şakir bəndələr.